Bir qız var idi. Hələ 14 yaşında idi, amma ona artıq qadınsan dedilər. O isə hələ məktəbin qoxusunu, dostlarının gülüşünü, xəyallarının istiliyini içində daşıyırdı. Bir səhər oyandı, ağ don geyindirdilər. Üzünə gülümsədilər, amma o gülümsəyə bilmədi. Həyatını tanımadığı, sevmədiyi bir adama bağladılar. Günlər keçdikcə ümidlər sönməyə başladı. Ər evində səbrlə deyirdilər, qız evinə qayıtmaz deyirdilər. Amma heç kim demirdi ki o, hələ uşaqdı, sadəcə qorxurdu. Zaman keçdi, o ana oldu. Amma ana olmaq yaralarını sağaltmadı. Hər gün biraz daha sındı. Hər axşam biraz daha sustu. Ətrafında nə sevgi vardı, nə qayğı, yalnız qorxu və dərin susqunluq. O susduqca içindəki uşaq biraz daha öldü. Bir gün pəncərədən baxdı. Küçədə gülən bir qız uşağı gördü. O qıza baxıb sanki öz keçmişini gördü və sakitcə ağladı. O an anladı, ən böyük zülm səssiz qalan cəmiyyətin susqunluğudur. Çünki erkən nikah təkcə bir həyatı deyil, bir uşaqlığı da öldürür.